Salam, mən Hacıyeva Zəminə Park Naftalan Otelinin baş həkimiyəm. Bura müraciət edən qonaqlarımızdan tezsiz bir sual eşidirəm. Doktor, bizə hansı müalicə uyğundur? Bu sualın hər bir pasiyent üçün cavabı eyni deyil. Çünki bizdə müalicə hər hansı bir prosedurun təyin edilməsilə deyil, ilk növbədə həkim müayinəsindən başlayır. Qonağımızın şikayətini dinləyirik, sağlamlıq vəziyyətini, əvvəlki müayinələrini nəzərdən keçiririk. Ehtiyac olduqda əlavə diaqnostik müayinələr aparırıq. Tüm bunlardan sonra hər bir qonaq üçün fərdi müalicə proqramı tərtib edilir. Naftalan vannaları müalicə proqramımızın əsas istiqamətlərindən biridir. Bununla yanaşı, həkim göstərişinə əsasən müxtəlif fizioterapiya və reabilitasiya üsullarından da istifadə oluna bilər. Burada xüsusi bir məqamı vurğulamaq istəyirəm. Çox prosedur hər zaman daha yaxşı müalicə demək deyil. Əsas məsələ düzgün prosedurun düzgün zamanda və düzgün ardıcıllıqla tətbiq edilməsidir. Məhz buna görə qonaqlarımız müalicə müddətində həkim nəzarətində olurlar. Onların vəziyyətini izləyir və ehtiyac olduqda müalicə proqramını yenidən qiymətləndiririk. Bizim məqsədimiz yalnız qonağın prosedurlardan keçməsi deyil. Məqsədimiz müayinə, müalicə və reabilitasiyanı eyni zamanda birləşdirərək qonağımıza keyfiyyətli müalicə verməkdir. Əgər siz də Naftalan müalicəsi üçün gəlməyi düşünürsünüzsə, ilk addımınız prosedura seçmək deyil, həkimlə məsləhətləşmək olsun. Sizi Park Naftalan Health Oteldə gözləyirik.